Müğənni Vəfa Şərifova avtomobili idarə edərkən təhlükəsizlik kəməri bağlamır. Müğənni qanunları saymadığını özü etiraf edib. Çəkdiyi videolardan birində bu haqda danışan müğənninin kəmər bağlamadığına görə, hətta 2 gün öncə qonaq olduğu Xəzərin İncə səhər verilişində aparıcı Vüsalə Əlizadə ona üzərində təhlükəsizlik kəməri olan geyim hədiyyə edib. Müğənnilərin bu cür davranışlarının cəmiyyətdə çox pis nümunə olduğunu nəzərə alsaq, onlara gözün üstə qaşın var deyilməməsi daha pis nəticələrə səbəb ola bilər. Sosial şəbəkədə paylaşılan nömrəsiz avtomobilləri belə müəyyən edib qanuni tədbir görən Baş Dövlət Yol Polisi İdarəsi yəqin ki, müğənninin bu etirafına sükutla yanaşmayacaq. Əlavə edək ki, İnzibati Xətalar Məcəlləsinin 329-ci maddəsinin tələbinə görə təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə sürücü 40 manat məbləğində cərimə olunur. Kəməri bağlamayıb. Üstəlik bunu bir qəhrəmanlıq edilmiş kimi xüsusi qeyd etmək isə artıq cəmiyyətdə çox pis nümunədir və ümid edirik ki, qarşısı qətiyyətlə alınacaq. İş adamı İsfəndiyar Axundovun Şəroğlu İsfəndiyar oğlu saxlanılıb. Qobalifo iş adamı İsfəndiyar Axundovun Şəroğlu İsfəndiyar oğlu saxlanılıb. Qobalifo azın əldə etdiyi xəbərə görə iş adamının oğlu Şahin Axundovun barəsində şikayət olduğu bildirilir. Belə ki, Şahin Axundov vətəndaşın şikayəti əsasında polis tərəfindən dünən axşam saatlarında saxlanılıb. Əlavə edək ki, məlumatı ilk olaraq Unikal yayıb.